IMC 2025 10-cu sinif kateqoriyasından 10-cu sualına baxaq. Böyük yarım dairənin diametri AB-dir. CD vətəri verilibdir 16 uzunluğunda. AB diametrinin üzərində bir dənə yarım çevrə veribdir ki, həmin vətərə toxunur. Bizdən bu rəngli sahəni tapmamız soruşulur. Gəlin, böyük çevrənin radiusu böyük R, balaca çevrənin radiusu balaca R olsun. Bizim axtardığımız sahə nəyə bərabərdir? Böyük yarım çevrənin sahəsi, yəni pi vurulsun R kvadrat bölü 2-dən balaca çevrənin, yarım çevrənin sahəsinin çıxmağa bərabərdir. Yəni 2-də pi R kvadrata. Bu ifadə bərabər olacaq 2pi-də R kvadrat çıxılsın balaca R kvadrat. İndi bunu tapmaq üçün şəkli çəkirəm. Balaca çevrənin mərkəzini burada qeyd edirəm və buradan bir hündürlük endirirəm. CD ilə AB paraleldir deyə bu da 90 dərəcə olacaq. Həmçinin çevrənin mərkəzi O götürürəm. O'dan bir dənə hündürlük endirirəm. Və maraqlı olan şey odur ki, çevrənin mərkəzindən vətərə endirilən hündürlük vətəri yarıya bölür. Bura olur 8. Paralellik görürük burada. Bu iki xətt paraleldir. Buna R desək, çünki çevrənin radiusudur. Bu da R olacaq. Və bir dənə OC xəttini çəksək. OC xətti böyük çevrənin böyük radiusudur, yəni R-dir. Pifaqor teoreminə görə R kvadrat bərabərdir R kvadrat üstəgəl 64. Bu R kvadratı sola keçirəndə bu ifadənin qiyməti 64 olacaq. Cavabımız 32pi olar. Yəni C variantı.